Sujetdən də izlədiniz, eşitdiniz, dinlədiniz. Deməli, Birləşmiş Ştatlar Konqresinin, Senatının Xarici Əlaqələr Komitəsi Rusiyaya qarşı 3 yeni qanun layihəsini dəstəkləməyə hazırlaşır. Bilmirəm, bu reallaşacaq yoxsa yox. Amma bu qanun layihəsi dəstəklənsə, Rusiyaya qarşı müqavimət və ya təzyiq daha da artacaq və həm də düşünürlər ki, təkcə Moskvaya qarşı deyil bu, həm də Hindistan Çinə qarşı təzyiqləri artıracaq. Nə düşünürsünüz bu barədə? Bəli, əlbəttə ki, bu bəyanatların səsləndirilməsi, bu məsələnin ümumilikdə gündəmə gətirilməsi və konqresdə müzakirəsinin aparılması indiki reallıqlar kontekstində təsadüfi görünmür, gözlənilməz deyil. Əvvəla o baxımdan ki, son dönəmlərdə xüsusən də Amerika Birləşmiş Ştatlarının, yəni birbaşa adları ifadəsi Trumpın Rusiyaya yönəlik ritorikasında bir ziqzaqvari yanaşmanın olduğunu biz müşahidə edə bilirik. Təbiidir ki, bu da Rusiyanın öz öhdəliklərinə, yəni Amerikanın birbaşa Rusiyanın qarşısına qoyduğu öhdəliklərə nə dərəcədə tabi olması reallıqlarından irəli gələn bir dəyişkənlikdir. Fikir verirsinizsə, bir müddət ciddi cəhətlə Trump artıq Putini ittiham etməyə başladı. Putinin üzərinə götürdüyü öhdəlikləri heç bir şəkildə yerinə yetirmədiyini və belə olduğu halda əlbəttə ki, Vaşinqtonun vasitəçilik imkanlarının da heç bir nəticə verməyəcəyini, praqmatik olmayacağını dilə gətirmiş oldu və onun ardınca da Ukraynanı həm də hərbi arsenal baxımından ciddi dəstəkləyəcəyini, xüsusən də biz bilirik ki, Ukraynaya indiki zamanda yaxından sərt qış aylarının da gəldiyini nəzərə alsaq, daha ciddi əməliyyatların ola biləcəyi ehtimalı ilə hava hücumundan müdafiə silahları və yaxud da uzaq mənzilli raketlərin verilməsi ilə bağlı dəstəyə daha çox ehtiyac var ki, Tomahawk silahlarının verilməsi də bu məcrada qeyd oluna bilər və Ukraynaya bu silahların yaxın perspektivdə veriləcəyi ilə bağlı fikirlər səsləndirilmiş oldu. Ardınca, hansı ki, həmin ərəfədə Zelenskinin də Amerika Birləşmiş Ştatlarına səfəri gözlənilirdi. O ərəfədə Trumpla Putinin qəfil telefon danışığı icra olundu və bu telefon danışığından dərhal sonra Trump bundan öncə verdiyi, yəni Ukraynaya dəstəklə bağlı verdiyi bəyanatları artıq təkzib etməyə başladı. Amerika Birləşmiş Ştatlarının özünün bu hərbi ehtiyatlara ehtiyacının olduğunu, Tomahawk kimi silahlara özünün daha çox ehtiyacı olduğunu və yaxın perspektivdə belə bir dəstəyi Kiyevə göstərə bilməyəcəyi fikirlərini ifadə etmiş oldu. Və dərhal ardınca Zelenskinin səfəri baş tutdu və bu səfər bir neçə rəsmilərlə və həmçinin Trump arasında Ağ Evdə keçirilmiş oldu və səfər sonrası Zelenskinin mediaya, mətbuata verdiyi bəyanatlarda heç də pozitiv olmadığını, yəni çox yüksək səviyyədə ümidlərinin olmadığı aşkar olundu. Ondan sonra isə Budapeştdə görüşün keçirilməsi ehtimalları da dilə gətirildi. Elə həm Rusiya rəsmiləri tərəfindən, həm Amerikadan, Amerika rəsmilərinin mediaya verdiyi bəyanatlarda da yaxın günlərdə Budapeştdə liderlər arasında bir görüşün olacağı gözlənilirdi. Əlbəttə ki, hal-hazırda məhz gündəmə gəlmiş Budapeşt görüşü ilə də bağlı yenə dəyişkənliyin olduğunu görürük. Trump əgər bir nəticə əldə etməyəcəksə, o görüşü niyə keçiririk? Ritorik sualını da hətta səsləndirmiş olduğu o görüşlə bağlı və bunun ardınca da sizin sualda qeyd etdiyiniz konqresdə o məsələnin müzakirə olunması artıq deməyimizə əsas verir ki, Rusiya üzərinə götürdüyü öhdəliklərdə yenə də sadiq olmadığını növbəti mərhələdə göstərmiş oldu. Amma bu sadiqlik əlbəttə ki, Amerika Birləşmiş Ştatlarını ən çox maraqlandıran özünün maraqlarıdır. Yəni Rusiya ilə bağlı əvvəla o maraq öndədir ki, prioritetdir ki, bilirik ki, əsas rəqibi olan dövlət Çindir, Rusiya deyil və belə olduğu təqdirdə Rusiyanı Çinlə münasibətlərdən yayındırma və bununla bağlı müəyyən öhdəlikləri onun qarşısına qoyduğunu deyə bilərik. Hindistan məsələn bu öhdəlikləri artıq yerinə yetirib, amma Rusiyanın görünür ki, hələ bu öhdəlikləri tam icrası ilə bağlı bir yanaşma sərgilənməyib. Digər bir məsələ isə yenə də müharibənin dayandırılmasıdır, ancaq ona görə yox ki, bu bölgədə Trump səmimi şəkildə sülhün sabitliyin formalaşmasını istəyir. Sadəcə olaraq sülhün yaradılması həm onun imicini formalaşdıracaq bir məsələdir. Yəni, Ukraynanın bu sülhün imzalanması ilə nələri itirəcəyi qəti şəkildə Amerika Birləşmiş Ştatlarının maraqlandırmır. Amma nəticənin mövcud olması, sülhün məhz Amerika Birləşmiş Ştatlarının vasitəçiliyə yaxın şərqdə olduğu kimi imzalana bilməsi və belə bir mühitin yaranması əlbəttə ki, onun sülhpərvər lider imicini qorumaqla yanaşı, digər tərəfdən də bilirik ki, Ukrayna ilə bir neçə ay öncə mineral resurslardan bərabər istifadə ilə də bağlı aralarında müqavilə imzalanmışdı. Həm də o baxımdan Rusiya-Ukrayna müharibəsinin dayanması Trumpın, Vaşinqtonun maraqlarını tətmin etmiş olur. Belə olduğu halda Rusiyanın həm Çinlə bağlı, həm də müharibənin dayanması ilə bağlı öhdəliklərini yerinə yetirməməsi nəticə etibarilə hazırki gərgin apvanın yaranmasına gətirir.